Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Axun və Avropa Hun dövlətidir. Gəlin başlayaq. Birinci suala baxaq. Qutlux xanın rəhbərliyi altında 7-ci əsrdə başlanan azadlıq mübarizəsi yönəlmişdi Çinlilərə qarşı. Yəni, söhbət İltəris Xaqanın 682-ci ildə apardığı mübarizədən gedir. 5-ci əsrdə Axun dövlətinin qərb qonşusu idi Sasanilər. 5-ci əsrin 30-cu illərində Axun dövləti məğlubiyyətə uğratdı Sasaniləri. Bəli, söhbət gedir 434-cü ildə Axsuvar xan tərəfindən Sasanilərin məğlubiyyətə uğradılmasından. Qərbi Roma İmperiyası və Avropa Hun dövlətinin tarixinə aid ümumi cəhət idi. Eyni əsrdə süqut etmələri. Qərbi Roma İmperiyası süqut eləmişdi 476-da, Avropa Hun dövləti isə 470-ci illərdə. Attila ilə Bizans arasında imzalanmış müqaviləyə görə Bizans Hunlara hər il xərac ödəməli, həmçinin deməli, ticarət əlaqələri bunlar arasında tənzimlənməli idi. Ona görə də düzgün cavab olur D variantı. Bizans dövləti Hunlara illik xərac verməli idi. Bizans ağır şərtli sülh müqaviləsi imzalatmışdı. Qərbi Roma İmperiyası qoşunları ilə döyüşmüşdü. Söhbət gedir Avropa Hun hökmdarı Attiladan. Bizansa ağır şərtli sülh müqaviləsi imzalaması 434 və 447-ci illər idi. 7-ci suala baxırıq. Katalan döyüşündə Romalılarla toqquşmuşdur. Dövlətin ərazisini xeyli genişləndirmişdi. Yenə söhbət təbii ki 451-52-ci illərdə müharibə aparmış Attiladan gedirdi. Gəlirik 8-ci suala. Erkən orta əsrlərdə süqut etmişdir. Avropanın erkən orta əsrlərindən söhbət gedirsə 5-11-ci illər, Şərqin, yəni Azərbaycanın erkən orta əsrlərindən söhbət gedirsə 3-11-ci əsrləri əhatə edir. Burada Avropa Hun dövləti süqut etmişdi 567-ci ildə, Xəzərdə 965-ci ildə. Elə cavab olur 1 və 2, 3 və 4 niyə olmaz? Bəs Eldənizlər 1225-ci ildə, Hülakilər isə 1357-ci ildə süqut etmişdi. Həmin dövrlərdə də artıq inkişaf etmiş feodalizm, yəni klassik feodalizm dövrü idi. Bizansın Hunlara tabe olan xalqları ayağa qaldırmağa çalışmasının nəticəsində Attila Bizans üzərinə yenidən yürüş etdi. 447-ci ildə. Avropa Hun dövlətinə aid deyil. Burqundiyanı ələ keçirib, bəli, Avropa Hun'da Attila dedi ki, 451-ci ildə Katalandan əvvəl Burqundiyanı işğal edir, sonra Orleanı mühasirəyə alır. Konstantinopolu ələ keçirmək. Konstantinopolu ələ keçirmək deyilən bir məlumat yox idi. Şərqi Roma İmperiyasına qarşı mübarizə aparmışdır. Şərqi Roma İmperiyası, yəni Bizansa qarşı mübarizə aparmışdı 434-447-ci illərdə. 4-cü əsrdə meydana gəlmişdi. 378-ci ildə, bu da düzdür. Qərbi Roma İmperiyasına qarşı müharibə aparmışdı 451-52-ci illərdə. Balamir xana aid deyil. 370-ci illərdə Qərb Hunların başçısı idi. Bəli, 374-də. Ona görə bu aiddir. Qərbi Roma İmperiyasına müharibə aparmaq aid deyil. Çünki bu Attilaya aiddir 451-52-ci illərdə. Yeni dövlətin əsasını qoyub 378-də. Alan tayfalarına qarşı Don çayı sahilində mübarizə aparan Balamir idi. Oskot krallığında Krım yaxınlığında məğlubiyyətə uğratmışdı. Bu da Balamirə aid idi. Verilmiş şəxsiyyətlərdən hansına aid xüsusiyyət yoxdur? Dediyi Oskotlara qarşı mübarizə aparan Balamirdir. Deməli, Balamir var. Qaliya üzərinə yürüş edən, yəni Katalan döyüşünü aparan Attila idi. Ona görə ada var. Sasanilərə qarşı Turan taktikasından istifadə etmək Axsuvar xana aid idi. Şimal-Qərbi Hindistanın yürüşlər edən Mihraqul idi. Burada heç birinə aid olmayan C variantı, yəni Caba. Attilanın oğlu. Hadisə nəticə əlaqələrinə aid uyğunluğu müəyyən eləyək. Katalan Roma şəhərinin Hunlar tərəfindən dağıdılması. Xeyr, Katalan döyüşündə hər iki tərəf ağır itkilər vermişdi. Yəni Roma Hunlar tərəfindən dağıdılmamışdı. Axsuvar xanın Sasaniləri məğlub etməsi, Sogdian Axunlara birləşdirilməsi. Xeyr, Axsuvar xanın Sasaniləri məğlub etməsi 434-dədir. Sogdianla birləşdirilməsi isə 567-dədir. Balamirin yürüşləri Şərqi Roma İmperiyası Hunlardan asılı vəziyyətə salındı. Balamirin yox, Attilanın yürüşləri nəticəsində asılı vəziyyətə salınmışdı. Sasan-Göytürk ittifaqı nəticəsində Eftalitlər, yəni Axun dövlətinin süqut etməsi 567-ci ildə bu düzgün cavabdır. Qərbi Roma İmperiyası məğlub edilməsi Balkan yarımadası Hunların əlinə keçdi. Belə bir məlumatımız da yox idi. 14-cü suala baxaq. Avropa Hun dövlətinə aid uyğunluq pozulmuşdur. Səhv istəyir. Çini asılı hala salmışdır. Axun soruşur. Çini asılı hala salmışdır. Belə bir cavab yox idi. Şimal-Qərbi Hindistanı tabe etmişdir.
Elə belə bir cavab olmadığına görə cavab A variantıdır. Şimal-Qərbi Hindistanı tabe etmək mikroqluğa aid idi. Sasanilərə məxsus Herata ilə keçirmək 484-cü ildə Axsuvara aid idi, yəni Axuna aid idi. Göytürklərlə mübarizə aparmaq, bu da 567-ci ildə Axuna aid idi. Xalqların böyük köçü zamanı yaranması Axuna aid idi. Həmçinin Avropa Hununa da aid olaraq götürmək olar. 434-cü ildə Sasan-Bizans müqaviləsi bəyanat şərtlərində dedi ki, Bizans Hunlara vergi verməli və ticarət əlaqələri tənzimlənməli idi. 452-ci ildə Roma üzərinə yürüş edib, 470-ci illərdə süqut edib, ən görkəmli hökmdarı Attiladır, təbii ki də Avropa Hun dövlətinin. Axun dövləti Avropa Hun dövləti əsasının Balamir tərəfindən qoyulması olur Avropa Hun dövlətinin. Sasanilərlə müharibə aparmaq Axuna aid idi. Xalqların böyük köçü hər ikisinə aid idi. Göytürklərlə toqquşmaq 567-ci ildə Axuna aid idi. Katalan döyüşü 451-ci ildə Avropa Huna aid idi. Cavab olur 1B, D, 2A-Y, 3-də C. Elirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Attila tərəfindən idarə olunması bu aiddir Avropa Huna. Hindistana yürüş etmək Axuna. Xalqların böyük köçündə yaranması hər ikisinə. Sasanilər dövlətinin asılı vəzifədə salınması bu Axun dövlətinə aid idi. Hər ikisinə aid olduğuna görə buna 3 yazaq. Bizansı ağır şərtlərlə sülh müqaviləsini imzalamağa məcbur edənsə Avropa Hunu idi, yəni 2. Cavab olur 1B, D, 2A-Y, 3-də C. Elirvin diaqramına əsasən uyğunluğu müəyyən edin Axsuvar və Mihraqul. Sasanilərin asılı vəzifədə salması. Sasaniləri asılı vəzifədə salan Axsuvar idi. İdarə etdiyi dövlət özünün ən qüdrətli dövrü idi. Mihraqula aiddir. 5-ci əsrin 30-cu illərində hakimiyyətə gəlib Axsuvar. Çünki Mihraqul 6-cı əsr idi. Şimal-Qərbi Hindistanı tabe etmək Mihraqul. Hər ikisi Axun dövləti idarə etdiyinə görə də Y oxşar cəhətdir. Cavab olur A variantı. Axun dövlətinin Avropa Hun dövlətindən fərqli cəhəti. Hər ikisi türk sülaləsi tərəfindən idarə olunmuşdu. Çin asılı vəzifədə salmamışdılar. Erkən orta əsrlər dövründə hər ikisi yaranmışdı. Sasanilərin asılı vəzifədə salınması sadəcə Axuna aid idi 434-də. Bizans dövləti sülh müqaviləsi imzalaması isə sadəcə Avropa Huna aid idi. Attila ilə Alparslana aid oxşar cəhət Bizansla ilə sülh müqaviləsi imzalaması düzgündür. Çünki Attila Bizansla 434-də, 447-də sülh müqaviləsi imzalamışdı. Alparslan isə 1071 Malazgirt döyüşünün nəticəsində. Axun hökmdarı Axsuvar və Alban hökmdarı 2-ci Vaçiyə aid oxşar cəhət. Haylandır Hunlarına qarşı mübarizə xeyr. Sasani hökmdarı Firuza qarşı mübarizə, amma düzgün cavabdır hər ikisi üçün. Axsuvar dedik Firuza qarşı mübarizə aparmışdı. 2-ci Vaçiədə Sasanilər dövlətinə qarşı mübarizə aparanda hakimiyyətdə Firuzu idi. Bizansla ittifaq bağlaması ola bilməz. Deməli, yeni dinin qəbul edilməsi yox, Turan taktikasından istifadə etmək də sadəcə Axsuvara aid idi. Avropa Hun dövlətinin 5-ci əsrin 1-ci yarısına fərqli olaraq 2-ci yarısına aiddir. Attila tərəfindən idarə olunması, Attila 1-ci yarısında da idarə eləmişdi. Bizans imperiyasının üzərinə yürüş 1-ci yarısında da baş vermişdi. Sasani dövlətini asılı vəzifədə salmaq, belə bir şey yox idi. Bizans imperiyası ticarət müqaviləsi yox idi. Qərbi Romaya qarşı mübarizə aparmaq, amma 2-ci yarısında 451-52-ci illər. Axun dövlətinin Avropadan fərqli cəhəti deyil. Yəni, Axun Avropa Hunundan fərqli olması neyin olsun? Xalqların böyük köçü dövründə yaranmışdı. Elə A variantı düzgündür. Hər ikisi eyni dövrdə, eyni əsrdə yaranmışdı. Dini pərakəndəlik nəticəsində zəifləmək, misal üçün Axuna aiddir. Hindistana yürüş Axuna aiddir. Sasanilərə qarşı mübarizə Axuna, Göytürklərə qarşı mübarizə yenə Axuna aid idi. Aşağıdakılardan hansıların yerini dəyişsə, düzgün xronoloji ardıcıllıq alınır. Axun dövlətinin süqut etməsi nə vaxtdır? Deməli, 567-ci ildə Axsuvar xanın Sasaniləri məğlub etməsi. Bu da deyək ki, 434-cü ildə, yəni 5-ci əsr yazaq. Attilanın Qərbi Roma üzərinə yürüş etməsi 451-ci il, 52-ci il deyək. Yəni 5-ci əsr. Balamirin yeni dövlət yaratması isə 4-cü əsrdir. Ən əvvəldə bu olmuşdu. Yəni 378-ci il. İndi burada hansının yerini dəyişsək uyğun olar? 1-dən 4-ün. Onda birinci 378, yəni Balamirin yeni dövləti yaratması gəlir. Sonra Axsuvar 434-də Sasanilər məğlub edib, Attila 452-də Roma üzərinə yürüş edib, Axun 567-də süqut eləmişdi. Axun dövləti 5-ci əsrdən fərqli olaraq 6-cı əsrdə Bizansa qarşı mübarizə aparmışdı. Yox.
Heratı tabe etmək elə 5-ci əsr idi. Sasanlərə qarşı mübarizə 5-ci əsrdə də var idi. Eftahitlər adlanması 5-ci əsrdən etibar idi. Amma Göytürklərə qarşı mübarizə 567-ci il, yəni 6-cı əsrdə idi. Axund dövlətinin Avropa hunundan fərqli cəhəti 4-cü əsrdə meydana gəlmişdi hər ikisi. Göytürklərə qarşı mübarizə aparmışdı Axund. Bizansla müharibə aparan Avropa hunu da var idi. Sasanilərlə toqquşma Axuna aiddir. Çin asılı hala salmaq isə onlara aid deyil. Cavab olur 2 və 4. Axund dövlətinə aid olmayan xüsusiyyət. Sasanilər özünü hansı vəziyyətə salıb? Bəli. Üsyana qalxan qırğızlar tərəfindən süquta uğradılmaq isə Uyğura aiddir. Ona görə yanlışdır. Mihrəqul xanın dövründə qüdrətli dövlətə çatmışdı. Bəli, Şimal-Qərbi Hindistan Mihrəqulu özünə tabe etmişdi. 567-də də süqut etmişdi. Axund hökmdarı Mihrəqulun hakimiyyət dövrünə aiddir. Dövlətin Göytürklərlə Sasanilər arasında bölünməsi. Bu 567-də, amma Mihrəqul hakimiyyət olub 515-ci ildə. Hindistandan yürüşlərin edilməsi Mihrəqula aiddir. Hətta Şimal-Qərbi Hindistanı tabe etmişdi. Ona görə də elə B variantıdır. Dövlətin paytaxtının köçürülməsi yox. Dövlətin əsasının qoyulması buna aid deyil. Bundan əvvəl hətta Ağsuvar var idi. Göytürk dövlətinin tabe edilməsi də bunlara aid deyil. Göytürk bunları tabe etmişdir. Hökmdar Attilanın fəaliyyət dövrünə aiddir. Hunlar Xəzər xəqanlığı və Bizans imperiyası ilə dostluq əlaqələrinə üstünlük verir. Əksinə Bizansla müharibə aparır. Axunun əsası qoyulmur. Bu Attila Avropa hunu idarə edirdi. Türklər ərəb qoşunlarını məğlub etmədi. Macaristan ərazisində məskunlaşmağa başladılar sözünə görə yanlışdır. Yəni başlamaq bu Attila sonradan hakimiyyətə gəlmişdi. Avropanın xeyli hissəsini dövlətin tərkibinə qatmaq buna aiddir. Məsələn, Avropada Qaliyaya yürüş etmişdi. 452-ci ildə isə Romanı, yəni İtaliyanı özünə hansı vəziyyətə salmışdı. Attilanın Bizansla imzaladığı müqavilələrin şərtləri. Bizans dövləti hunlara xərac verməli idi, ticarət əlaqələri tənzimləməli idi. Avropa hun dövlətinə aiddir. Böyük Çin səddinin tikilməsi bu Çinə aiddir. Bizansla sülh müqaviləsinin imzalanması Attilaya aiddir. 434-447-də Katalanında 451-ci ildə yenə Attilaya aiddir. Sual sonu isə 486-cı ildə Franklara aiddir. Xlodviqə. Avropa hun dövlətinə aiddir. Balamirin rəhbərliyi altında yaradılıb. Bəli, Türk adını daşıyan ilk dövlət deyildi. İlk dövlət Göytürk idi. Qalibiyyətli müharibələr nəticəsində yaranmışdı. 6-cı əsrdə süqut etmək ola bilməz, çünki 470-də, yəni 5-ci əsrdə süqut eləmişdi. Avropa hun dövlətinin Axund dövlətindən fərqli cəhətləri Şimal-Qərbi Hindistanın tabe edilməsi bu elə Axuna aiddir deyə atırıq. Bizans imperiyasından xərac alınması bu aid ola bilər. 4-cü əsrdə hər ikisi yaranmışdı deyə yanlışdır. Sasanilər dövləti ilə mübarizə aparması bu Axuna aiddir. Rom üzərində yürüşlər 451-52-ci illərdə də Avropaya aiddir. Cavab olur 2 və 5. Xalqların böyük köçün sosial-iqtisadi siyasi nəticələrini müəyyən edək. Qərbi Avropada quldarlığın süqutu sürətləndi. Bəli, feodalizm dövrünə keçildi. Demişdik ki, 5-ci əsrdə. Deməli, Bizans imperiyası zəifləyərək süqut etdi. Bizans imperiyasının süqut etməsi hələ 1453-cü ildə çox var idi. Bu ola bilməz. Asiyada yeni türk dövlətinin yaranması bu ola bilərdi. Avropa hun dövləti və yaxud da Axund dövləti. Bunlar türk dövlətləri idi. Axundun özü Asiyadaydı. Avropanın bir sıra ərazilər türklərin əlinə keçdi. Bəli, dedik ki, bayaq Attilanın dövründə Avropa ərazilərini işğal eləmişdi. Hunların ilk dövlətin meydana gəlməsi isə ola bilməz. Çünki eramızdan əvvəl 220-ci ildə Teymur Taht tərəfindən Asiya hun dövləti yaranmışdı. Xronoloji acılığı müəyyən eləyək. Axund dövlətinin yaranması deyək ki, 4-cü əsrdə. 4-cü əsrin ikinci yarısı. Bumin Göytürk dövlətinin yaratması 6-cı əsrdə, yəni 552-də. Avropa hun dövlətinin dağılması 5-ci əsrdə idi, yəni 470-də. Katalan 451-də idi. İndi ardıcılığa necə düzəlir? Birinci Axund dövləti yaranar, ən birinci. Sonra Katalan döyüşü baş verir 451-də. Sonra Avropa hun dağılır 470-də. Ən sonunda da Göytürk dövləti yaranar 552-də. Cavab olur 1-4-3-2. Xronoloji ardıcılığı müəyyən eləyək. Attilanın hakimiyyətə gəlməsi 434, yəni 5-ci əsr. Avropa hun dövlətinin yaranması 378-dədir, 4-cü əsrdə. Qərbi Rom imperiyasının yaranması da 4-cü əsr, yəni 395-ci ildə idi. İkinci Göytürk dövlətinin yaranması isə 682-ci ildə, yəni 7-ci əsrdədir. İndi ardıcılığı necə düzəlik? Təbii ki, birinci ən kiçik rəqəmdən başlayaq. Avropa hun dövlətinin yaranması. Dedik ki, 378-ci ildə idi. Qərbi Rom imperiyasının yaranması 395-ci ildə idi. Attila hakimiyyətə gəlir 434-cü ildə. İkinci Göytürk dövləti isə yaranır 682-ci ildə. Cavab olur 2-3-1-4.
Mihraqul Attila Ağsuvar Katalan döyüşündə iştirak edən Attila idi. Bizansdan xərac alan Attila idi. 4-cü əsrdə hakimiyyətdə olan, deməli 4-cü əsrdə bunlardan heç biri hakimiyyətdə olmamışdı. Mihraqul 6-cı əsrdə, Attila 5-ci əsrdə, Ağsuvar isə 5-ci əsrdə hakimiyyətdə olmuşdu. Sasaniləri məğlub etməyə Ağsuvara aid idi. Deməli, Hindistanı da yürüşlə etmək Mihraqula şimal-qərbi Hindistanı yürüş eləmiş. Cavab olur 1Y, 2AB, 3-də D. Avropa Hun dövləti ilə müharibə aparmışdı. 7-ci əsrdə yaranmışdı. Sazan və Götüklərin Birləşmiş Qüvvələri tərəfindən süquta uğradılmışdı. Avropa Hun dövləti ilə müharibə aparan kimdir? Təbii ki də Qərbi Roma ilə Bizans. Cavab 1-də C ilə Y. 7-ci əsrdə yaranan Ərəb 630-da yaranmışdı və Xəzər xaqanlığı da 634-də yaranmışdı. Sasan və Götüklərin Birləşmiş Qüvvələri tərəfindən süquta uğrayan isə təbii ki də Axun idi. Cavab olur 1C-Y, 2AD, 3-də B. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.